Salam, hər vaxtınız xeyirli olsun. Bugün Pablo Escobar'ın şəklini çəkəcəyik və getdik. İlkin mərhələdə şəklin arxa fonu üçün rəng hazırlayırıq. Qara, yaşıl, göy. Bunları qarışdırırıq. Şəklin arxa fonunu işləyirik. Və arxa plan bitdikdən sonra ağ rəngi biraz əlavə edirik. Qarışdırırıq. Su əlavə edirik. Biraz da qarışdırırıq. Və kompressorun içərisinə əlavə edirik bu rəngi. Və sifət çizgilərini ağla ileriyə çıxardırıq. Və ten rəngi plastik stəkanı əlavə edirik, qarışdırırıq və sifət çizgilərini üzə çıxartmağa başlayırıq hal-hazırda. Qəhvəyi rəng. Qəhvəyi rənglə də daha aydın kölgələr əlavə etməyə başlayırıq və hal-hazırda bu prosesin üstündəyik. Qəhvəyi rəngin içərisinə qara əlavə edirik və qarışdırırıq. Qarışdırandan sonra isə daha iti kölgələr üçün bunu yaymağa başlayırıq. Və hal-hazırda tünd qəhvəyi ilə gözlərini, qaşlarını və saqqalı ilə saçlarını işləməyə başlayıram. Saçlarında qıvırcıqlıq çox olduğu üçün diqqətlə işləyirəm oralarını və qara rəngin içərisini doldururuq hal-hazırda. Və simicdə elədik, emulsiyanı gətirdik. Emulsiyadan istifadə edib köynəyini rəngləyirik. Və burada dollarları işləyirik. Ağ, yaşıl, sarı, ət rəngi, biraz da ağ qatırıq, qarışdırırıq və pulları işləməyə başlayırıq arxa fondakı. Bunların hamısını diqqətli işləyirik və özə çıxardırıq gördüyünüz kimi. Və pulları kölgə əlavə eləmək üçün kağız iskosdan istifadə edirik və bunları yapışdırırıq hal-hazırda. Və düzəltdiyimiz rəngi kompressorun içərisinə boşaldırıq. İlk öncə zəif kölgələrdən istifadə edirəm, çünki rəsmin ən ağır kölgələri sonda olur. Bunların hamısını səliqəli işləyirəm və kağız iskosu yapışdırmağı keçirəm, pulların kantlarını işləyəcəm. Və kantlar bitdikdən sonra pulların üstündəki detalları işləməyə keçirəm. Bunlar da bitirməyə az qalmışam. Və pulların üzərindəki kokain effektini işləyirik. Flash kublu, kokain. Vururduk dadaş. Və 4 istiqamət seçib kokain effektini o tərəflərə dağıdıram. Sola, sağa və digər hissələrə xırdalıqlarını da işləməyə başlayıram, nöqtələrini, bucaqlarını. Hər bir tərəfini yekunlaşdırandan sonra isə mərmi effektini işləməyə başlayıram və pulların kölgələrini verirəm hal-hazırda. Və pulların kölgələrini bitirdikdən sonra silahın üzərində keçirəm işləməyə və burada fırça ilə işləyərəkdən özüm üçün yol açıram. İlk öncə qara detallarının hamısını işləyirəm və sonra üzərindəki boz detalların hamısını işləyirəm. Və hal-hazırda bunu işləməklə özümə yol açmış oluram, çünki kompressorla işıq effekti silahın üzərinə düşən işıq effektini verəcək və daha gözəl görsənəcək. Və pilvizatorla işıq effektlərinin hamısını işləyirəm. Gördüyünüz kimi silahın üzərinə düşən işıqların hamısını işləyirik və silahı daha canlı və daha real göstərməyə çalışırıq. Və burada gördüyünüz kimi silahı da işləyib bitirmişik. Və qəhvə rəngdən istifadə edərək taxta detallarını işləməyə başlayırıq. Və taxta detallarını yekunlaşdırandan sonra isə bunun üzərinə çox cüzi miqdarda sarı rəng əlavə edirik. Və sarı rəng bunu daha da görkəmli göstərir. Və bu da gördüyünüz kimi işimizin son halıdır. Və burada ağ rənglə xırda toxunuşlar edirik. Hal-hazırda çox yorulmuşam. Gecə saat 3-dür və səhər tezdən işləyirəm. Şəkil yekunlaşmağa başlayır və demək olar ki 2-3 saatlıq iş qalıb. Şəkil yekunlaşdırıb geri dönəcəm. Və burada gördüyünüz kimi Escobar'ı çərçivənin içərisinə alaraq şəkil variantı eləyirik və paltarında digər məqamlarda qara rəngdən istifadə edib kölgələndirmə veririk. Bu da şəklimizin son halıdır. Və artıq rəsmi yekunlaşdırmağa doğru gedirik. Sadəcə xırda detalları işləyirik. Bu tip videoların daha çox gəlməyini istəyirsinizsə, kanala abunə olub şərhlər bölməsində isə fikirlərinizi yaza bilərsiniz. Və gəlin birlikdə sona baxaq. Görək sonda rəsmimiz necə alınır.